Bu gün sizə bir ata fəryadına, illərdir övlad həsrəti çəkən bir valideynin harayını çatdırırıq. Azər Ağaoğlu Ağayev artıq 5 il, 55 ay 1700 gündən çoxdur ki, 4 övladından ayrı düşüb. İran məhkəməsi övladlarını atasının himayəsinə verilməsi ilə bağlı qərar çıxarsa da bu qərar hələ də icra olunmur. Bu müddət ərzində ata uşaqlarını geri qaytarmaq üçün rəsmi qurumlara dəfələrlə müraciət edib. Hətta özü birbaşa İrana gedərək övladlarının geri qaytarılmasına çalışıb. Lakin bu yolda ona təzyiqlər göstərilib, həbs olunub və ağır şərtlər altında saxlanılıb. Bugün Azər Ağayev Azərbaycan Respublikasının Ədliyyə Nazirinə müraciət edərək dövlətin bu məsələdə ona dəstək olmasını, övladlarının vətənə qaytarılmasını istəyir. Gəlin ata harayına biganə qalmayaq və onun çağırışını birlikdə eşidək. Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fərid Məmmədova, Ədliyyə Nazirliyinin Xarici Əlaqələr şöbəsinə ərizə. Salam, hər vaxtınız xeyir olsun, hörmətli cənab Nazir Fərid müəllim. Hələ 14 ay bundan öncə İranın Qum şəhərinin Ailə Məhkəməsində hakim Neymətullah Əli Kəsirinin sədrliyi ilə keçirilən məhkəmədə oğlum Ağayev Ağa İbrahim Rıza Azər oğlunun tamamilə atanın himayəsinə verilməsi haqqında qərar qəbul edilib. Amma təəssüf ki, qərar hələ də icrasını tapmamış qalır. Dəfələrlə sizə, Ədliyyə Nazirliyinin Xarici Əlaqələr şöbəsinə, İranın Bakıdakı səfirliyinə, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğuna və Azərbaycanın Tehrandakı səfirliyinə rəsmi müraciətlər etsəm də, məsələ hələ də həllini tapmamış qalır. Mən də atayam. Mən də övladlarımı görmək istəyirəm. 5 il, 55 ay, 1700 gündür ki, övladlarımın üzünə həsrətəm. İran məqsədli şəkildə uşaqları mənə vermir. 4 Azərbaycan övladının həyatı İranda qaranlıq içindədir. Mən övladlarımın sağ olub olmamasından xəbərsizəm. Cənab Nazir, mən hələ 2023-cü ildə övladlarımın arxasıca onların Azərbaycana geri qaytarılması üçün İrana səfər etdim. 90 gün mübarizə apardım, amma İranın Sepah və Etalet təşkilatlarının rəsmi nümayəndələri, ansari və qeybi familiyalı şəxslər mənə uşaqlar Azərbaycana verilməyəcək. Bu bir mənalıdır. Bu işin üstünə getmə, getsən həbs olunacaqsan deyərək təhdid etdilər. Sonda məni həbs etdilər. 25 gün zindanda qaldım. 16 gün qaranlıq otaqda saxladılar. Şəkər, əsəb və ürək dərmanlarımı vermədilər. Böyük əzab-əziyyətlər çəkmişəm. Sadəcə öncədən məsələni ictimailəşdirdiyimə görə sizin Ombudsman Səbinə xanımın və xüsusilə cənab prezidentin böyük dəstəyi ilə azad edildim. Hörmətli cənab Nazir, uşaqların anası Xalidə Məhbaliyevə özündən qat-qat kiçik ailəsi və 3 uşağı olan Cəfər Babayev adlı İranın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən idarə olunan birinə qoşulub İrana qaçıb. Təəssüflər olsun ki, Xalidə Məhbaliyeva özü də əməkdaşlığa cəlb olunub və bu məni çox narahat edir. Buna görə də övladlarımın belə bir çərkaba bulaşmaması üçün onların İranda təhsil almasına və İranda yaşamasına bir ata kimi etiraz edirəm. Cənab Nazir, sizdən xahiş edirəm ki, 4 Azərbaycan övladının İrandan geri gətirilməsində mənə yardım edəsiniz. İranın Qum şəhərinin Ailə Məhkəməsində hakim Neymətullah Ali Kəsirinin sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul olunmuş qərarın iclasına nail olaq. Bunun üçün İranın Xarici İşlər Nazirliyinə, İranın Ədliyyə Nazirliyinə və İranın Azərbaycandakı səfirliyinə rəsmi müraciət edəsiniz. Öncədən təşəkkür